Hər kəsə salam. Uşaqlar, bu gün sizinlə baxacağıq ən böyük ortaq bölənə, yəni əboba. 5-ci sinifdə uşaqlar əbob haqqında keçmişik. İndi isə daha ətraflı və geniş öyrənəcəyik. Əbob nədir uşaqlar? Deməli, bizə verilən 2 dənə ədədin ən böyük ortaq bölənini tapırıq. Gəlin əbobun nümunə misallara baxaq. 5-ci sinifdə biz bunu daha sadə üsulla keçmişdik həllini. İndi isə daha geniş öyrənəcəyik. Deməli, misal üçün uşaqlar, bizə verib 2 dənə ədəd. Əbob 24 və 12. Bizdən bu ədədlərin əbobunu, yəni ən böyük ortaq böləni tapmaq istəyir, nə edirik? Ədədləri sadə vuruqlarına ayırırıq. Sadə vuruqlarına ayıranda bilirik ki, ən kiçik sadə ədəddən başlayırıq. Yəni 2-yə bölünürsə 2-dən, 3-ə bölünürsə 3-dən, 5-ə bölünürsə 5-dən və s. bu şəkildə. 24-ü 2-yə 12, 12-ni 2-yə 6, 6-nı 2-yə 3, 3-ü 3-ə 1. Bu qədər. Sonra keçdik 12-yə. 12-ni sadə vuruqlarına ayırıram. 6, 6-nı 2-yə 3, 3-ü 3-ə 1. Daha sonra nə edirəm uşaqlar? Bunların içərisində eyni olanları seçirəm. Bu 2 ilə bu 2 eynidir və bu 3 ilə də bu 3 eynidir. Başqa var uşaqlar, ortaq yoxdur. Sonra bu hissə bitdikdən sonra nə edirəm uşaqlar? Baxıram. Bunun bir tərəfinə. Bu və ya fərqi yoxdur. İkisindən birini götürürəm, orada işarələdiklərimi bir-birinə vururam. Yəni ortaqları bir-birinə vururuq. 2 vurulsun, 2 vurulsun, 3. Bu da nə eləyəcək uşaqlar? 12. Deməli, əbobumuzun qaydası nədir uşaqlar? Necə tapırıq? Ədədi sadə vuruqlarına ayırırıq, ortaqları seçirik. Baxın, seçdiyi ortaqları və bir-birinə vururuq. Bu oldu bizim əbobumuzun qaydası. İndi uşaqlar, əbobun qaydasından sizə belə bir şey də öyrətmək istəyirəm. Deməli, elə bu misalın üzərində göstərəcəm sizə. Baxın, bizə verilib 24 ilə 12. 24 ilə 12 necə ədədlərdir uşaqlar? Biri digərinin bölənidir. 24 12-yə bölünür. Deməli, 24 12-yə bölünürsə, biri digərinin bölənidirsə, əbob həmişə kiçik ədədə bərabər olur. Baxın, 12-yə. Əkobumuz isə, indi əkobu keçəndə öyrənəcəksiniz. Əkobumuz isə uşaqlar həmişə böyüyünə bərabər olur. Bərabərdir 24-də. Deməli, əbob əkobda biri digərinin bölənədirsə, əbobumuz kiçik ədədə bərabərdir, əkobumuz böyük ədədə. Sonra uşaqlar, belə bir qayda deyim sizin üçün. Əbob 1, 5. Qarşılıqlı sadə ədədlər. Qarşılıqlı sadə ədədlərin əbobu hər zaman 1-ə bərabərdir. Əkobu isə onların hasilinə. 1 vuraq 5 nə eləyəcək? 5. Bu şəkildə indi keçir uşaqlar tapşırıqları yazmağa. Deməli, verib bizə tapşırıqlarda. Deyir, verilmiş ədədləri sadə vuruqlarına ayırmaqla onların ən böyük ortaq bölənini tapın. Gəlin başlayaq uşaqlar. Deməli, tapşırıq 1. Səhifə neçədir bu? Səhifəmizdə qeyd edək. Səhifə 17. Yazaq. A bəndə verib bizə əbob 24 30. Kitabda böyük. Əbob 24 30. 24-ün sadə vuruqları bayaq yazmışdıq. 12, 2, 6, 2, 3, 3, 1. 30-un sadə vuruqları 2, 15, 3, 5, 5, 1. Ortaqları seçirik uşaqlar. Bir dənə də 3-ümüz var. Deməli, vururuq bir-birinə. 2 vurulsun 3 bərabərdir 6. Sonra keçək bu bəndinə. Bu bəndində nə verib bizə? Əbob 20-70. Uşaqlar, sizə bir qaydada öyrətmək istəyirəm. Düzdür, burada bizdən sadə vuruqlarına ayrılaraq istəyib ki, tapaq cavabı. Bərabərdir. Yəni, sadə vuruqlarına ayıraq, daha sonra sizə o qaydanı öyrədəcəm. Sadə vuruqları 2, 10, 2, 5, 5, 1. 70. Sadə vuruqları 2, 35, 5, 7, 7, 1. Ortaqları seçirəm. 2, 2, 5, 5.
Cevabımız nə oldu uşaqlar? 2 vurulsun 5 bərabərdir 10. Sonra keçdik C bəndinə. C-də nə deyir? 28, 40. Əbob 28 və 40. Aha, 28'in sayda vurukları 2, 14, 2, 7, 7, 1. 40'ın sayda vurukları 2, 20, 2, 10, 2, 5, 5, 1. Ortakları seçirəm uşaqlar. Nə oldu? 2 vurulsun 2. Bərabərdir 4. Sonra 144, 48. D bəndinə. 144, 48. Deməli, 144'ün sadə vurukları 2, 72, 2, 36, 2, 18, 2, 9, 3, 3, 3, 1. 48'in sadə vurukları 2, 24, 2, 12, 2, 6, 2, 3, 3, 1. Ortakları seçək. 2, yeni 2, yeni 2, yeni 2 və 3. Nə qədər oldu uşaqlar? 1, 2, 3, 4 dənə 2 oldu. Bir dənə də 3. Yazıram. 2 üstü 4 vuraq 3. Bu nə eləyəcək uşaqlar? 48. Gördünüz, 144, 48'in bölən olduğu üçün kiçik ədədimiz oldu bizim əbobumuz. Sonra yazıram Y bəndini. Əbob 44, 50. Əbob 44, 50. 44'ün sadə vurukları 2'ye böldüm 22. 2'ye böldüm 11. 11'e böldüm 1. 50'nin sadə vurukları 2, 25, 5, 5, 5 və 1. Ortaklarımız nədir uşaqlar? Sadəcə olaraq 2. Deməli, bərabərdir 2'yə. Keçək F bəndinə. F-də bizə verib əbob 75, 45. Əbob 75, 45. Deməli, 75'in sadə vurukları 3'dən başlayır uşaqlar. 3'ə böləndə 25. 5'ə böləndə 5, 5, 1. 45'inkilər 3'ə böləndə 15. 3'ə böləndə 5, 5'ə böləndə 1. Ortakları seçirik 3 və 5. Deməli, nə olacaq uşaqlar? 3 vurulsun 5 bərabərdir 15'ə. Sonra keçdik C bəndinə. Üzr istəyirəm. C bəndində bizə nə verir uşaqlar? Əbob 64, 84. Əbob 64, 84. Nöqtə virgülüm biraz böyük oldu. 84. Deməli, 64'ün sadə vurukları nədir uşaqlar? Hamısı 2'dir. Yine yazaq. 2, 32'nin 2'ye, 16, 2'ye, 8, 2'ye, 4, 2'ye, 2 və 2'ye 1. Sonra keçək 84'ü. 2'ye 42. 2'ye 21, 3'e 7, 7'ye 1. Ortağımız nədir uşaqlar? Oy. Seçilmək istəmir bu ikilər. 2, 2, qurtardı. 2 dənə 2. Yəni nə eləyəcək uşaqlar? 2 vurulsun 2 bərabərdir 4. Sonra H bəndi və birinci tapşırığın sonuncusu. Nəhayət. Deməli, H-da verib bizə nə? Əbob 52, 78. 52, 78. Bərabərdir. 52'nin sadə vurukları 2, 26, 2, 13, 13, 1. 78'in sadə vurukları 2'ye böləndə 39, 3'ə böləndə 13, 13'ə böləndə 1. İşarələyirəm. 2, 2, 13, 13 və hər ikisinə bölən nə oldu uşaqlar? 26. Bu qədər tapşırıq 1-i bitirdik. Keçək tapşırıq 2'yə. Tapşırıq 2'də deyir ki, uşaqlar,
Şifahi hesablayın. Gəlin baxaq. Sizə qaydada nə dedim? Biri digərinin böləni olarsa, bu zaman əbab kiçiyə də bərabərdir. Görürsüz 10 və 80. 10 və 80-də 80 10-a bölünür. Deməli əbabımız burada nə olacaq? Bunu biraz böyüdüm, aydın görün. Əbabımız nə olacaq burada uşaqlar? 10. Əbab 18 72, bu da bölünür. 18 olacaq. 20 ilə 100 bölünür. Əbabımız 20. 25 75-ə bölünür. 3 eləyir. Əbabımız 25. Sonra 45 135 bölünür. Əbabımız 45. 26 130-a bölünür. 26. 18 ilə 90 bir-birinə bölünür. Bu olacaq 18. 192 də 32-yə bölünür. Bu da olacaq 32. Gördünüz nə gözəl qaydadır. Birbaşa hamısını yazdıq, bitirdik. Sonra deyir ki, 3-də bərabərliyin doğru olması üçün dəyişənin bir neçə qiymətini tapın. Yaxşı, gəlin bunları pozaq, tapaq görək. Dəyişənimizin qiymətləri nədir? Aha, səhifə deməli yenə 17-deyik. Səhifə 17-də tapşırıq neçə yazır uşaqlar? 3-ü. Tapşırıq 3. Aha, gəlin yazaq A bəndi. Əbab 30 x bərabərdir 30. Uşaqlar, bu əbabın 30 olması üçün 30. Deməli, x-imiz nə ola bilər? X-in yerinə mən yazsam 60. Görürsünüz, 60 30-a bölünür. Deməli, 60 30 qoysam x-in yerinə. Böyük ədədimiz, baxın, əbab 30 60. Aha. Biri digərinə bölündüyü üçün kiçik ədədimiz nə olur? Bizim əbabımız. Ona görə də yazıram 60. Sonra bir neçə dəyişən qiymət istədiyi üçün sonra yaza bilərəm 90. Ancaq 30-a bölünənlər. Sonra yaza bilərəm 120 və s. Keçək bu bəndinə. Bu da yenə 20-yə bərabərdirsə əbabımız. Əbab 20 M20. Bu da 20-yə bərabərdirsə uşaqlar nə edirəm? Kiçik ədədimiz 20-dir deməli. M-ə mən verirəm qiymət 40, 60, 80 və s. Sonra C bəndi üçün. Burada da K-nın qiymətini istəyir. Əbab K20 bərabərdir K-ya. Aha. Deməli uşaqlar, K-ya bərabərdirsə, özünə bərabərdir. Bura mən yaza bilərəm 20-yə bölünən və 20-dən kiçik ədəd yaza bilərəm. Misal üçün 10. Sonra yaza bilərəm 5, yaza bilərəm 4, yaza bilərəm 2. Yəni 20-nin bölənləri. Yaza bilərəm 20 və s. Bu da oldu tapşırıq 3. Keçək uşaqlar tapşırıq 4-də. Tapşırıq 4-də görək bizə nə deyir. Deyə verilmiş ədədləri sadə vurğulara ayırmaqla onların əbabını tapın. Gəlin tapaq. Burada üstənəli verib uşaqlar. Üstənəli də elə əvvəl öyrəndiyimiz qaydadadır. Tapşırıq neçə oldu? 4. Gəlin yazaq. Əvvəl ikisini ayırırdıq sadə vurğularına. İndi 3-ünü ayıracağıq. Əbab 20, 45, 65. 45, 65. Aha. Gəlin baxaq. 20-nin sadə vurğuları. 2, 10, 2, 5, 5, 1. 45-in sadə vurğuları 3, 15, 3, 5, 5, 1. 65-in sadə vurğuları 3 yox 5, 13, 13, 1. Ortaqları seçir uşaqlar. Baxaq görək. Hamısındakı ortaq yalnız 5-dir. Deməli, əbabımız olacaq nə? 5. Keçək indi bu bəndinə. Bu bəndi ben bunu da yerini dəyişim. Uşaqlar. Deməli, bu bəndinə verib əbab 54, 72 və 90. İndi gəlin bunları sadə vurğularına ayıraq. 54 2-yə böləndə 27, 3-ə böləndə 9, 3-ə böləndə 3, 3-ə böləndə 1. 72, 2-yə böləndə 36, 2-yə böləndə 18, 2-yə böləndə 9, 3-ə böləndə 3, 3-ə böləndə 1. Və 90, 2-yə böləndə 45,
3'ə böləndə 15, 3'ə böləndə 5, 5, 1. Ortaqları seçək uşaqlar. Hamısında 2 var. Sonra hamısında 3 var. Və təkrar hamısında 3 var. Deməli, nə oldu? 2, 3, 3. Bu da eləyəcəyinə 2 dəfə 3, 6, 6 dəfə 3, 18. Əbabımız oldu 18. Keçək C bəndinə. Deməli, C-də 28, 42, 70. 28, 42, 70. Aha, buradan baxanda görünür ki, hər üçünə bölünən. Baxın, 28 14-ə bölünür, 42 14-ə bölünür, 70 14-ə bölünür. Deməli, bunun əbabı olacaq 14. Amma yenə də gəlin yazaq sadə vurğularına. 2, 14, 2, 7, 7, 1. 42, 2, 21, 3, 7, 7, 1. 10, yox, 70, 2, 35, 5, 7, 7, 1. Ortaqlar nədir uşaqlar? 2, 7, 2, 7, 2, 7 elədi. Əbabımız 14. Sonra keçək D bəndinə. D-də verib 30, 45, 75. Aha, burada da cavabımız olacaq 15. 30, 45, 75. Bərabərdir. Baxın, 30, 2, 15, 3, 5, 5, 1. 45, 3, 15, 3, 5, 5, 1. 75 uşaqlar. 3'ə böləndə 25. 5, 5, 5, bu da 1. Ortaqları seçirəm. 3, 3, 3, 5, 5 və 5 cavab nə oldu? 15. Sonra şifahi də tapmaq olur bəzilərində. İndi baxaq Y bəndinə. Y-də də deyir ki, əbab 32, 48, 80. Uşaqlar, 32-yə bölünən ədəd ən böyük 16-dır. 16 48-ə də bölünür, 80-ə də bölünür. Deməli, bunun əbabı olacaq 16. 32, 48, 80. Bərabərdir 16. Yazıram. Daşsız həll edeyim. 16, 2-yə böləndə 8, 2-yə böləndə 4, 2, 2, 2, 1. 48, 2-yə böləndə 24, 2-yə böləndə 12, 2, 6, 2, 3, 3, 1. 80'də böləndə 2, 40, 2, 20, 2, 10, 2, 5, 5, 1. Seçirəm. Deməli, hamısında 4 dənə 2 var. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Bu da eləyəcək 16. Nəhayət gəldik. F bəndinə çatdıq uşaqlar. Baxaq F-ə. F-də deyir bizə əbab 52, 78 və 104. Burada da 26 olmalıdır. Gəlin yoxlayaq bunu da. 2-yə böləndə 26, 2-yə böləndə 13, 13-ə böləndə 1. Sonra 78, 2-yə böləndə 39, 3-ə böləndə 13, 13-ə böləndə 1. 104. 2-yə böləndə 52, 2-yə böləndə 26, 2-yə böləndə 13, 13-ə böləndə 1. Ortaq nədir uşaqlar? 2, 13. 2, 13, 2, 13. Cavab nə oldu? 26. Yəni 2 vuraq 13. Bu da oldu tapşırıq 4-ümüz. Bunu da yekunlaşdırdı uşaqlar. Hamısı sadə suallardır. Ümumiyyətlə misallarımız, mövzumuz rahatdır. Baxıram 5-ə. Deyir, A və B ədədlərinin sadə vurğulara ayrılışına əsasən onların ən böyük ortaq böləninin əbabını tapın. Aha, bu tip tapşırıqlarda nə edirik uşaqlar? Tutaq ki, verib bizə A-nı. A-nın vurğuları nədir? Neçədən 3 verib? 2 dənə 3. Sonra 2 dənə 5. Başınız qarışmasın deyə belə yazıram. 2 dənə 7. B-ni ayırıb sadə vurğularına 3 dənə 2. 1 dənə 5. 2 dənə 11. Ortaqları seçirik. Ortaq nə var burada? Bir dənə 5 var.
Deməli, A ilə B-nin əbobu nə olacaq? Əbobu AB 5. Bu oldu A bəndi. Neynədik uşaqlar? İçində hər ikisinə aid olan ortağı seçdik. Bu şəkildə yazanda aydın görünür. İndi keçirəm B bəndinə. Buranı da sileyim. Neyse. B bəndində A-nı verib bizə. 2 dənə 2. 1 dənə 3. 2 dənə 5. B bəndində verib bizə 3 dənə 2, 2, 2, 1 dənə 3, 1 dənə 5. Ortaqları gəlin seçək. 2 dənə 2 ikisində də var, seçdim. 3 ikisində də var, seçdim. 5 ikisində də var, seçdim. Demək nə olacaq uşaqlar? 2 vuraq, 2 vuraq, 3 vuraq, 5. Bu deyir nə? 60. Deməli, A ilə B-nin əbobu oldu 60. Keçək səhifə 18 uşaqlar. Tapşırıq 5-də bitirdik, yekunlaşdırdıq. Görək səhifə 6-da nə var? Qarşılıqlı sadə ədədlər mövzusu uşaqlar. Biz sadə ədədlər nələrdir bilirik? Yalnız özünə bölünən və 1-ə bölünən ədədlərə nə deyirik? Sadə ədədlər deyirik. İndi baxırıq qarşılıqlı sadə ədədlərə. Ortaq vuruğu yalnız 1 olan ədədlərə deyirik qarşılıqlı sadə ədədlər. Səhifə 18. Tapşırıq neçədir? 6. Aha, misal üçün uşaqlar yazıram. 12, 13. 12-nin bölənləri hansılardır? 1, 2, 3, 4, 6, 12. 13-ün bölənləri hansılardır? 1, 13. Bu ikisində ortaq nə var uşaqlar? Yalnız 1 var. Ortaq vuruğu 1 olan ədədlərə nə deyildi? Qarşılıqlı sadə ədədlər. Yadınızda qalsın, ardıcıl ədədlər həmişə qarşılıqlı sadə ədədlərdir. Və ardıcıl tək ədədlər 13, 15 qarşılıqlı sadə ədədlərdir. Sonra 1 ilə istənilən bütün ədədlər cütü qarşılıqlı sadədir. Sonra baxın 1 və istənilən, misal üçün yazıram 63. Qarşılıqlı sadədir. Fərqi yoxdur, 63 olmasın, 73 olsun, 103 olsun. 1 ilə istənilən bütün natural ədədlər qarşılıqlı sadədir. Ardıcıl ədədlər qarşılıqlı sadədir. Ardıcıl tək ədədlər qarşılıqlı sadədir. Tapşırıq 6-da deyir ki, qarşılıqlı sadə ədəd olduğunu əsaslandırın. Gəlin baxaq uşaqlar, neyniyək? Vuruqlarını yazaq. 24. Sadə vuruqlarına ayırıram. 2, 12. 2, 6. 2 deyirəm, 3 yazıram. 2, 3, 3, 1. Sonra 35-i də ayırıram. 5, 7, 7, 1. Ortaq nə var uşaqlar? Heç nə. Deməli nədir? Qarşılıqlı sadədir. Sonra 13 və 18. Uşaqlar 13 sadə ədəddir. 13 sadə olduğu üçün sadə ədədlə istənilən fərqi yoxdur. Natural ədəd qarşılıqlı sadədir. Deməli qarşılıqlı sadə oldu. Qarşılıqlı sadə oldu. 12 və 17. 17 necə ədəddir? 17 sadə ədəd olduğu üçün 12, 17 oldu qarşılıqlı sadə. 19 da sadədir, 23 də sadədir. Deməli hər ikisi olacaq qarşılıqlı sadə. 25 və 49. Gəlin bunu yazaq. 25-in vuruqları 5, 5, 5, 1. Özür istəyirəm. 49. 7, 7, 7, 1. Ortaq nəsə görürsünüz? Birdən başqa görmürsünüz. Mən də görmürəm. Deməli, nədir bu? Qarşılıqlı sadə. 21 ilə 44. Gəlin baxaq. 21-in vuruqları nələrdir uşaqlar? 3, 7, 7, 1. 44-ünkülər 2, 22, 2, 11, 11, 1. Yenə nədir ortaq? 1. Deməli, bu da oldu. Qarşılıqlı sadə. 28 və 33. Yazıram. 2, 14, 2, 7, 7, 1. Və 33, 3, 11, 11, 1. Ortaq nəsə var? Birdən başqa heç nə yoxdur. Deməli, qarşılıqlı sadədir. Bu da belə. Tapşırıq keçək 7-yə. Digər ədədlərin qarşılıqlı sadə olub olmadığını müəyyən edin. Ardıcıl tək ədədlər dedik ki, uşaqlar nədir? Hər zaman qarşılıqlı sadədir. 11, 13 ardıcıl tək ədədlər qarşılıqlı sadədir. Cüt heç bir 2 dənə cüt ədəd qarşılıqlı sadə ola bilməz. Çünki ortaq onlarda 2 var. Hamısı 2-yə bölünür.
Sonra ardıcıl ədədlər qarşılıqlı sayədir. 35 ilə 44-ə gəlin yoxlayaq. Onlar da qarşılıqlı sayədir, amma yenə də yoxlayaq. Deməli 5, 7, 7, 1, 44, 2, 22, 2, 11, 11, 1. Ortaq var nəsə? Yoxdur. Deməli, bu da nə oldu? Qarşılıqlı sayədir. Aha, bu da belə. Baxın, burada deyir, yadda saxla. 2 ardıcıl natural ədəd qarşılıqlı sayədir. 2 müxtəlif sadə ədəd qarşılıqlı sayədir. İstənilən 2 ardıcıl natural tək ədəd qarşılıqlı sayədir. 1 ilə olanı burada qeyd eləməyib. 1 ilə olanı da yadınızda saxlayın uşaqlar. 1 ilə istənilən natural ədəd qarşılıqlı sayədir. 8-də bizə deyir ki, indi baxaq 8-ə. Hesablama aparmadan ədədlərin qarşılıqlı sadə ədədlər olub olmadığını müəyyən edin. Aha, ardıcıl natural ədəd. 2 dənə sadə ədəd. Ardıcıl natural ədəd. Sonra 18 ilə 21 3-ə bölünür, bu sadə deyil. 1 və istənilən natural ədəd. Cüt ədədlər heç vaxt sadə olmur. Ardıcıl natural ədədlər. Aha, qaydaya əsasən seçdik ki, 1, 2, 3, 4, 5 dənəsi nədir? Qarşılıqlı sayədir. Keçirəm tapşırıq 9-a. 9-da deyir, hesablama aparmadan cavabın səhv olduğunu izah edin. Uşaqlar, əbab heç içindəki ədəddən böyük ola bilər, ola bilməz. Deməli, bu səhvdir. Sonra, yəni yuxarını silək. Əbab 188, 189. Ardıcıl natural ədədlərin əbabı 1-ə bərabərdir. 9-a heç vaxt bərabər ola bilməz. Çünki qarşılıqlı sadə ədədlərin qaydasını bayaq dedik. Qarşılıqlı sadə ədədlərin əbabı 1-ə bərabərdir. Əkəb onların hasilinə. Səhvdir. Əbab 100 və 100-ün əbabı 100-ə bərabərdir. Ona bərabər ola bilməz. Səhvdir. Aha. Keçdik kəsrin ixtisarına uşaqlar. Deməli, kəsrin ixtisarını da 5-ci sinifdə keçmisiniz. İndi yenə baxacağıq kəsrin ixtisarına. Uşaqlar, bu dərsi bizə niyə veriblər? Çünki əbab nə deməkdir uşaqlar? Kəsri ixtisar eləyəndə əbabına bölürük ədədin və yaxud ortaq məxrəcə gətirəndə onların əkobunu tapırıq. Bu bizə ona görə lazımdır. Yəni biz ədədləri verilən bizə, tutaq ki 32 ilə 36 ilə 42-ni verib bizə. 36 ilə 42-ni onların əbabına böləndə kəsri tam ixtisar etmiş sayılır. Misal üçün baxıram 36 da cütdür, 42 də cütdür. Misal üçün deyirəm. Nə edirəm uşaqlar? Götürürəm mən bunu 2-yə bölürəm. Səhifə artıq 19, tapşırıq 10. Bölürəm 2. Niyə yazıram? 18, aşağıda yazayım 21. Sonra görürəm ki, bu 3-ə də bölünürmüş. Bir 3-ə bölürəm 6, aşağıda 7. Amma əbabına bölsəm birbaşa hər tərəfi. Onda kəsri daha asan şəkildə ixtisar etmiş olaram. Sonra gəlin baxaq tapşırıqlara və yaxud baxın ikinci üsul verib burada bizə. İkinci üsul nədir? Ədədi sadə vurğularına ayırırıq, onda ixtisar rahat olur. Gəlin baxaq tapşırıqları yazaq. 30-da 10. Əbabımız 30-da 10-da 10-dur. Hər tərəfi 10-a bölsəm eləyəcək 3-də 1. İxtisar apardım 10-a. 56-da 28, 56, 28. Biri digərinin böləni olduğu üçün əbab 28-dir. Hər tərəfi 28-ə bölsəm qalacaq 2-də 1. 17-də 7. Qarşılıqlı sadə ədədlərin əbabı 1-dir. Ona görə də ixtisar getmir. Olduğu kimi qalır. Sonra 80-də 48. 80-də 48. Hər ikisi 16-ya bölünür. Əbab 16-dır. Surət 3, məxrəc 5. 90-da 18. Biri digərinin böləni olduğu üçün deməli, hər ikisi 18-ə bölünür. Olacaq 5-də 1. 22-də 15. Qarşılıqlı sadə ədədlər olduğu üçün ixtisar getmir. Aha, bura kimi yazdıq. Lövhəmizi silirəm uşaqlar və davam edirik. 114-də 57. Biri digərinin böləni olduğu üçün bərabərdir. İxtisar gedir 2-də 1-ə. 30-da 24. Bunu deyəsən yuxarıda yazmışdı. Orta əbabımız 6-dır və 6-ya böləndə nə edəcək? 5-də 4. İxtisar getdi 6-ya. Sonra 60-da 32. 32. Aha. Deməli, hər ikisi 4-ə bölünür.
Bunu 4-ə bölsəm surətdə 8, 60-ı 4-ə bölsəm surət məxrəcdə 15. Sonra 120-də 72. 72. Hər ikisi bölünür 36-ya. Görək bölünür 36-ya 120. Yəni 12-yə bölünür hər ikisi. Surəti 12-yə bölsəm nə eləyəcək? 6. Məxrəci 12-yə bölsəm 10. Hər tərəfi təkrar 2-yə bölsəm 5. Aha, bölünürmüş 36-ya. Aşağını bölsəm 36 yox 24-də. Altını da 2-yə bölsəm 3 cavab olacaq 5-də 3. 21-də 20 uşaqlar ardıcıl natural ədədlər olduğu üçün bunlar qarşılıqlı saydadır və ixtisar olunmur. 200-də 75. Hər ikisi 25-ə bölünür. Surətdə 3, məxrəcdə 8. Bu da belə. Tapşırıq 10-u bitirdik. Keçək tapşırıq 11-ə. Deyir, məxrəci 8, 10, 14, 20 olan düzgün və ixtisar olunmayan bütün kəsirləri yazın. Gəlin yazaq. 11. A bəndi. Məxrəci 8-dir. Düzgün istəyir, amma ixtisar olunmayan istəyir. Biz surətdə nə yaza bilərik uşaqlar? 1 yaza bilərik, ixtisar olunmur, düzgündür. 3 yaza bilərik. 5 yaza bilərik. 7 yaza bilərik. Sonra keçək B-sına. Məxrəcimiz 10-dur. Yəni 8 ilə qarşılıqlı sayda ədədləri yazdıq. 1, 3, 7, 9. Yazıram C bəndi. Məxrəc 14. 1, 3, 5, 7 bölünür, 8-ə bölünür, 9, 11 və 13. Yazıram D bəndini 20. Məxrəci 20 olan. Bura sığışacaq görən. 1, 3, 7, 9, 11, 13 sığışmadı. Gəlin bunu biraz buradan sürüşdürək. Keçən də biraz bu tərəfə çəkək. 13. Başqa nə var uşaqlar? 15, 14 yox, 15 yox, 16 yox, 17 və 19. 17, 19. Deməli 20 ilə qarşılıqlı saydığım bütün ədədləri yazdıq. Və tapşırıq 11-i bitirdik. Keçək tapşırıq məsələ 12-yə. Bununla da əbabımızı, məsələlərlə də əbabımızı bitiririk uşaqlar. Həqiqətən çox asan bir bölmədir. Tapşırıq 12. Həm də 5-ci sinifdə də keçdiyiniz üçün sizin üçün daha asan oldu. Deyir, ambara 240 kiloqram alma gəlib, 270 kiloqram armud. Meyvələri hər birində ancaq alma, ancaq armud olmaqla yeşiklərə yığmaq istədilər. Yeşiklərə yığılan meyvələrin kütlələri bərabər olarsa, bir yeşiyə ən çoxu neçə kiloqram meyvə yığmaq olar? Uşaqlar, deməli 2 dənə yeşiyimiz var, 2 dənə. Bunun içində var 240 qram alma. Bunun içində var 270 qram armud. Mən bu meyvələri nə edirəm uşaqlar? Yeşiklərə paylaşdırmaq istəyirəm, yığmaq istəyirəm. Deyir ki, bir yeşiyə maksimum neçə kiloqram meyvə yığsaq, deyir meyvələrin kütlələri bərabər olsun. Bizdən onu istəyir. Yəni istədiyi şey nədir bizdən? 240-ın 270-in əbobunu tapmağımızı istəyir. Maksimum deyir axı, baxın, ən çox neçə kiloqram. Gəlin bizə tapaq. Yazıram əbob. 240 və 270. Sayda vuruqlarına ayıraq. 240-ın sayda vuruqları 2. 122, 62, 32, 15, 3, 5, 5, 1, 270, 235. 3, nə eləyəcək 135 3-ə böləndə? 45. 3, 15, 3, 5, 5, 1. Ortaqları seçirəm. 2, 3, 5.
2, 3, 5, bu deyəcək 30. 2 dəfə 3, 6, 6 dəfə 5, 30. Deməli, ən çox yeşiklərə yığa bilərəm 30 kiloqram. Bu belə. Bitdi. Keçək tapşırıq 13-ə. Bunları sileyim. Bu niyə belə oldu? 13'te nə deyir uşaqlar? Deyir məktəbin 6-cı siniflərində 91 oğlan, 119 qız oxuyur. Aha. Şagirdləri hər sinifə eyni sayda oğlan və eyni sayda qız olmaqla ən çox neçə sinifə bölmək olar? Hər sinifdə neçə oğlan və neçə qız oxuyur? Gəlin baxaq uşaqlar. Deməli, 6-cı sinifdə 91 oğlan və qız. Oğlan sayı 91-dir, qızın sayı 119. Şagirdlər hər sinifə eyni sayda olmaqla, yəni həm 91-ə, həm də 119-a bölünən ən böyük ədəd tapmamızı istəyir. Ən çox neçə sinifə bölmək olar? Aha. Hər ikisinin bölündüyü ədəd, baxın, 91 7-yə bölünür. Görək 7-yə böləndə nə eləyir? 91 7-yə böldüm. 1, 3, 13, 1. 119-u gəlin bölək görək. 7-yə bölünür, bölünür. 7-yə böləndə 1, 17, 17, 1. Bunların əbobu nə olacaq uşaqlar? Buradan bir yerdən yazım. Əbob 91, 119. Bərabərdə 7. Aha. Deyir, hər sinifdə eyni sayda oğlan və eyni sayda qız olmaqla ən çox neçə sinifə bölmək olar? Hər sinifdə neçə oğlan və neçə qız oxuyar? Deməli, 7 sinifə bölmək olar. Hər sinifdə olar 13 oğlan, 17 də qız. 7 sinifə bölmək olar. Hər sinifdə də olacaq 13 oğlan, 17 qız. Yazaq buradan. Deməli, neylədim? 91-i böldüm 7-yə. Hər sinifə düşdü. 91 dənə oğlan var. 7 dənə sinifə böldüm. Hər sinifə düşdü. Nə qədər uşaqlar? 13 dənə oğlan. 119 qızı da böldüm 7 yerə. Hər sinifə düşdü. 17 dənə qız. Deməli, bir sinifdə olacaq. Bir sinifdə 13 oğlan, 17 qız. Keçək 14-ə. 17-də deyir ki, Samir neyiniyib? Buket bağlamaq üçün gül dükanına 14. Gül dükanında 24 zambaq, 30 nərgiz, 36 qızılgül seçdi. O satıcıdan buketlərə hər güldən eyni sayda yığmağı xahiş etdi. Satıcı ən çox neçə buket bağlaya bilər? Bir buketdə hər güldən nə qədər olar? Bizə nə deyir uşaqlar? Əbob 24, 30, 36. Bunların əbobunu tapmamızı istəyir. Gəlin tapaq. Baxan kimi görünür ki, 6-dır əbobumuz. Çünki həm 24-ə bölünən, həm 30-a, həm 36-ya bölünən ən böyük ədəd 6-dır. Deməli, zambaqdan 24 zambağı bölürük 6 yerə. 30 nərgizi bölürük 6 yerə. Və 36 qızılgülü bölürük 6 yerə. Elədi nə? 6. Deməli, 6 dənə maksimum buket bağlaya bilər. Hər buketin içində 4 dənə zambaq, 30 dənə nərgiz gülü və 6 dənə qızılgül düşür uşaqlar. Deməli, bir buketə düşür 4 dənə zambaq, 5 dənə nərgiz, 6 dənə qızılgül. Maksimumda olacaq bizdə 6 dənə buket. Bu da oldu tapşırıq 14-ümüz uşaqlar əbob bölməsinin sonuna gəldik, bitirdik. Növbəti dərslərdə görüşənə qədər sağ olun, salamat qalın uşaqlar. Hələlik.